Bir aydan çoxdur ki otaqlarınıza baxmırdım və bu gün mükəmməl bir qərar aldım ki, gəlim də sizin otaqlarınıza baxım. Yəni gəlim deyəndə sizin mənə göndərdiyiniz otaqlara baxım mənasını demək istəyirəm. Hər nəsə bu gün yenə mənə göndərdiyiniz həmin o rüsvayçı otaqlara baxacağıq. Görə elə qarşımda nə tipdə videolar çıxacaq. Niyə bu qədər gec gəldi deyə soruşsaq bəzi insanlar olacaq. Buna bax bir dənə. Buna bax. 2300 like atıbsan. Sən 2300 like atıbsan sadəcə. Buna görə də mən niyə tez atım da? Yəni buna görə də ayda bir atıram, 2 aydan bir atıram. Bəlkə də heç atmaram bundan sonra. 3000 like gəlsə əgər nəysə 3000 like gəlsə əgər yenə də rahat bir şəkildə 15 gündən bir falan atmağa davam edəcəm deyirəm və keçirəm görüm mənə nə tər qabağımıza videolar çıxacaq. İlk öncə salam. Salam. Deməli qapıda belə bir şey vurmuşam. Nə yazıb? Otaqda kondisioner yanan vaxtı qapını örtün. Ayzibey xaxşı. Bunu mən də qapıma yazmalıyam vallahi. Bu niyə vurmuşam? Çünki otağımda kondisioner var və kim bura sənləməyə girirsə qapını bağlamaq. O nə deyir? Allah kondisioner var evdə durub gedirəm mən. Belə. Onun üçün. Ayaq dəsmalım, əl dəsmalım. Mən bir dənə dəsmalım var, ayağımı, üzümü, bəli, hər yeri onunla silirəm. Televizor, mən, telefon. Başında ukladka var, yoxsa mən elə gəlir? Dayan. Nəysə. Nəysə. Burada mən. kanalım. Bax, Bəli. Afərin. Görsən də abunəyəm. Afərin. Görürsünüz uşaqlar, abunə olmuşsa siz də abunə olun ki, belə rahat bir şəkildə video çıxa bilərsiniz. Abunə olanların videolarını ayrı bir götürürəm. A, B-dən böyükdür, C, D-dən böyükdür, A plus B plus. Nəysə, mən riyaziyyatım o qədər də yaxşı deyil, buna görə də başa düşməyəcəm oraları. Sən ixtisasın tam olaraq nədir başa düşmürəm. Orada riyaziyyat var, burada kimya var. Böyük ehtimal birinci qrupsan, sən də mənim adamımsan. 7 ildə yapışdırdığım cid şeylər. Bu niyə? Heç vaxt ikinci qrupa azlaşmamışam, amma otağımda bu və qlobus var. Mən onu deyəcəkdim. Yəni sən otağa baxanda, yəni kimya olduğuna görə 100% yəni birinci qrupa hazırlaşdığın görünür də. Yəni sənin evində niyə xəritə var? Mənim alnımdan niyə çitka çıxır? Bu eşəkdir bu arada. Nədir? Cüzləndirici niyə var? Bax buna görə var. Ay zibi. Da kondisioneri var ha. Bir videoda 3 dəfə gözümüzə soxdu ki, kondisioneri var da yəni. Kitab rəfi. Sən bilən söz deyim bu arada. Ev bayağı doludur. Sən bilən söz deyim. Yəni bu sən bilən söz deyim deyə pitər oldu. Sən bilən söz deyim. Yəni bu evin içində olanların 3də biri mənim otağımda yoxdur da yəni. Kitablarım niyə burada kitab rəfində deyil? Çünki burada dərs oxuyuram və 2 addım atıb kitab götürməyi tənbəllik edirəm deyə. Bunun başında niyə salfetka var deyə fikirləşmə. Yəni sorğulama. Balacadır amma işimi görür. Sağ ol. Əmin ol mənim otağım sənin otağının yarısı qədər belə deyildi. Yəni o cür şükür eləməlisən. Sən o otağı var, onun üzərinə 9 verin, bayağı qəşəng bir otağın var. Bu arada sənin qapın var ha, mənim qapıma. Demək olar eynidir ala. Gözlə bir dəqiqə görünür ya, yox. Qapını görürsən, eynidir ala. O sən elə eynidir. Bu arada pəncərələrə çox fikir verməyin, sonra düşməsin deyə xalça sərmişəm. Bu da mənim. Sənin televizorun. O kimdir ala orada? Və Fərəd. Mən nə? Fərəd cavabını. Bəli ya buna. Bir dəqiqə, sən masa üstündə model var yoxsa mənə elə gəlir? Nəysə, qısa və öz bir videoydu, xoşuma gəldi yəni. Bəli, səs yox, bir şey yox. O 1 qram səs yoxdur bu arada. Nəysə, otağını görsən. 2 qatlı ranza var orada. Zordur, sən öl. Belə otağım olsaydı yaşamaz mıydım yəni? Əslində Lubay otaqda yaşayaram. Harda qalır ola? Baxım elə Bakıda, hə? Niyə hamı Bakıda qalır? Belə soruşmaq ayıb olsun. Bir də rayondan zətdən belə mənə video atan yox. Oy Zibil. Adam Barselona fanıdır. Çox rahat bunu bəlli olur da yəni başa düşürsən. Hardan bəlli olur? Heç soruşmayın da. Adam üzqırxanı var. Sən deyirsən yaşı böyük bir dostumuzsan. Əsas baxanda indiki 5-ci sinifdə uşaqların saqqal-maqqalı çıxır. Yəni mən təəccübləndiyim şey var. Sağlıq səviyyəsi görürəm. Nə səviyyəsi? Uçan qanatlardır o. Bunun kimi otağımda niyə ütü var? Yəni 2 dənə telefon. Oy zibil sox gözümüzə. Adama otağına at demişəm. Hə, pəncərədən ütünü çəkdi, dedi ki, 2 dənə telefon var, videonu bağladı. Aha, qız əli idi. Orada beşik var. Niyə bilmirəm. Daha çox anasının atasının otağına oxşayır. Yəni məni qınamaq prosta. Nə bilim nə yəni. Çünki bir dənə ana ata hə, uşaqların yanında beşiyi qoymaz mənim fikrimcə. Kimə gəlir, prosta bilmirəm. Aha, meymun var orada. Meymun da itdir desən. Nəsə bir şeydir. Qəşəng orada şey var. Otaq çox boşdur deyəcəkdim. Ancaq orada Azərbaycan xəritəsini görənə qədər. Meymunlar çox sevirəm deyəsən bu ailə. Niyə hər yerdə meymun var? Fərəd, mənə bax. Səni uğurlamağa gələrəm birazdan. Bildin? Hazırlaş. Gəlirəm ora. Bu nədir Allah? Mən sizə otaq at demişəm. Gedib mən şəklim AI ilə düzəldib, mən şəklədim. Bu arada bayağı da yaxşı düzəldib. Bu nədir ya? Hər yerdə FRC, YouTube logosu, YouTube logosu. Niyə bu qədər çox yerdə var da yəni? Bax bu usul mənim usluma çox oxşayır. Prosta bu başı yoxdur məndə. Bu arada gördüyünüz kimi usul bura qədərdir. Bu necə başı olsaydı üstünə bir bu usulun qiyməti qədər də bir qiymət minirdi. Də başa düşürsüz. A PlayStation pultu. Mən də çox istəyirəm belə belə PlayStation pultu alıb belə kompüterə qoşub kompüterdə oyun oynamaq falan. Prosta çox bahadılar, yalan bilmirəm. Sənin də xudmani bir dənə otağın varmış, xoşuma gəldi. Yatdığın yerdə çəkibsən, hə, bəlli
olur da yəni başa düşürsən, amma yenə də. Salam Fəriz, demişdin ki, otağınızın videosunu atın və mən də atmaq istədim. Niyə 1.5-də danışırsan? Gözlə bir dəqiqə, mən bunun sürətini azalda bilirəm. 0.5 lazım sənə. Belə bir yatağımız var. Bu bacımın yatağıdır. Bu isə mənim. Şiş realdır. Bir dəqiqə, ola bilər çox pis oldu. Gözlə bir dəqiqə, bunun sürətini artırmalıyam. Velosipetin niyə içəridə olduğunu demə. Bu Velosiped niyə içəri? İçəridə niyə var? Onun səbəbi isə çörəkdə pişiyimiz var. Hə, və pişiyimiz də bunun təkərini patlada bilərdi, içəridədir. Pişik velosipedin təkərini necə partlasın, nə ala? Bizim həyətdə itdə olub, pişikdə olub, qazda olub, toyuqda olub, velosipedim həmişə də çöldə olub. Ancaq bir dəfə mənim pişiyim gəlib təkərimi partlatmayıb da yəni. Bu mənimdir. Demək ki, niyə belə bir şey yapdığımızı? O kıraqda da var, əgər bilmək istəsən. Və belə bir stolumuz var. Stolun üstündə aksesuarlarımız var. Oğlum sən bir dənə söz deyim. Həqiqətən bildiyin sırf qız otağıdır. Abi üstü belə rozvu da. Yəni başa düşürsən. Mənim otağım nə qədər qara rəngdən ibarətdirsə, qızın da otağı bildiyin rozvu rəngdən ibarət. Rozvu bizdə nə idi Allah? Hə, Səhrayı. Sağ ol dediyə görə. Orada heç kəs yoxdur bu arada. Sən otağı bəyəndim var. Onun üzərinə 7 ver. Bu harada la? Bu düz təkə bəri. What the hell? Oh my god, no way. Ne qonaq çağırıram Fərəz. Qonaq gəl! Qar oldu. Bir dənə normalda mən tap burada sən alır. Aha. Damn. Bu nədir la? Bu what the Bu nə la fandı bu? Niyə belə bazadır bu? Qaşar şey Lego'dur nədir? Bunlar heç adını da bilmirəm ki. What the Nə ha? Bax buna bax bir dənə buna bax. Futboldan gəlib çıxardıb hər şeyini atıb ora. Sonra gəlib bir səşmə atıb mən. Qaşar. Bax yataq plastinası zor. O nə qəşəngdir la, vertal. Onu mənə ver də xahiş edirəm. Maşın kolleksiyası var ala. Nə qəşəngdir. Bax bu həqiqətən qəşəngdir. Bax xoşuma gəldi. Süper daxı. Bax təqdir elədim. Kolleksiyan qəşəng. Işıqmış da düzəldi. Qəşəng. What the biraz yavaşla kör oldu mu? Kartlar. Amber. What the fuck is this? Futbol kartlarından bizim Pro Stars kartlarına gəldi. Allah Jesse'nə vaxtdan 65 min hasar verir. Bax izlə istələ yəni. Macera adası. Kral Şakir'in çabı var ala. Həqiqətən indiki zamanlıq başqa yerəcədir də konkret. Otaq dolu da bu arada sən öldürəm. Yəni ailən sənə istədiyin həyatı verir deyəsən. Sular sox gözümüzə. Girməli. Nə qədər şey var ya mazarı cimlə qalsın. Öz həyatıma nifrət edirəm. Bu videoya görə çıxıb gedirəm. Sən sırf qısqandığıma görə sən onun üzərinə 0 verdin. Bir də qaqaş maşının şəklini atıb. Nə eşkək var. Eşkəyin başına nə oynatır Allah bilir. Evet, mən kanalım açıb. Bəli. Televizorda açdı ancaq indi isə öz otağına gedir bəlkə ehtimal. Qaşay. Oy züppür. Cəmaatın masasında niyə bu qədər çox şey vardı ha? Mənim masamda kompüterdən başqa heç nə yox idi. Allah deyirəm. What the hell is this o nədir? Qaqa Allah qıblar maraqlı demə. Oradakı oyuncağı göstər xahiş edirəm. O nə çox. Bir dənə onu göstərməsi istədim. Ondan başqa hər şey göstərdi. Bu uşaq var ha. Sən öldür. 28-dən aşağı yerdə qalsa mən nə bilim də yəni. Pişik var bir dənə. Pişik bilə var. Mən ev heyvan olaraq rəşid. Piano, bacımın yatağı, televizor, Piano, televizor, muska, tumçka. boncuklardan düzəldilən Oo, tablo, tamam. mənim yatağım, Halaldır. Nə deyim sənə? Zibi qabı. işqalar, Bəli. çoxdur. Qəşəng. Bir dənə ver də mən nə olar ki? Heç xainliğin adına çox elə mişka var, mən bir dənə mişka vermirsən. Buradan Fərəcə abunə olun. Təbrik edirəm. Sən niyə belə həyatdan küsmüş kimi davranırsan? Nəysə, Fərəz abunə olun. Tez eləyin. Burada kompüter var. Burada şey var. Burada şey var. Soxun gözü. Salam Fərəd, bu gün Oba. otağımı çəkəcəm. Oy Zübül. Qaqa sən otağı çəkməmiş, mən sən bir dənə otağa baxın. Otaqda yox desən öldürəm də. Yəni bu nə zor otaqdır la. Maşınını yataq mı desən, kreslo mu desən, masanın üstündəki oyuncaqlar mı desən, hər şey var ala. Salam Fərəd, bu gün otağımı çəkəcəm. Deməli burada istilik cihazları var. Və ya İstilik soyunma cihazı. başır. Ventilatordan vaxtdan istilik cihazı olur. Burada legolar var. Oba! Valla hərəsinin qiyməti 100 manatdan aşağı deyil olar. Parçalarıdır. Çox zor. Legolar var. Kaş biri mənə hədiyyə Burada ver. klaviatura nə edib? Yataq var Klaviatura. burada. Nə qəşəng klaviatura da. Burada belə bir şey var. O nədir lan? Sumka oturacaq. Dərs stolu biraz qarışıqdır, ev yox. Burada Bəli. qutular var. Bu qapı balkona çıxır. Burada əvvəlki stolu zibil olaraq istifadə edirəm. Burada heç bura boşur. Bax siz evin ortasında niyə qovuz var ha? Bir dənə söz deyim. Sadəcə bu masadakı legolar var. Mənim aylıq kirayəmdən daha böyükdür, böyük ehtimal. Sən hardan biləsən, nə çəkirəm mən. Qardaşım mən bilirəm sən nə çəkdiyini, elə bilirsən bilmirəm. O nədir la? Niyə vardı o? Bu nə şəkildə? Burada 5 manatım var. O haram 5 manatdır qardaşım. Burada sizə bir dənə söz deyim. Orada naşik var, işıqlı. Ondan bir dəfə almışdım mən sən öldürəm. İşığı yanında ləzzət. Burada Burası çox işıq qəsdən. koymuşam, belə deyil. Buradan belə Açamadı. düyməni açıb bağlanır. Yaşay. Burada kitablarım var. Burada Çəkdiniz mi? kitablarım var. Və bir dənə də kitablarım var, indi onu göstərdim. Və Yəni belə də kitablarım var. Bu qardaşımındır və bunu da yarısına qədər oxumuşam. Və buradan bu üzə qədərsə hamısını oxumuşam. Abunə Halalsa. olun, like atın.
Bəli, təbrik edirəm. Prosta bunun bir otaq vloqu olması lazımdır. Sən sadəcə niyə masalı çəkib atırsan mənə çat. Niyə hamının maşın kolleksiyası var? Bir başım çıxmır. Bax bir videoda ya full maşın kolleksiyası olanlar mənə video atır, ya da ki nə bilim ancaq evində Globus xəritə olanlar video çəkir, atır, ya da ki ancaq rəsm çəkənlər rəssamlar video atır. Hər səfərində bir ayrı-ayrı bölünür yəni başa düşürsən nəsə. Məsələn bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Əgər daha çox otaqlarınıza baxmamı istəyirsiniz, bu videoya bir dənə like atmağı unutmayın. Əgər otaqları hardan göndəririk deyə və ya ağlınızda sual işarəsi qalıbsa, burada gördüyünüz mail adresindən də otaqlarınızı mənə göndərə bilərsiniz deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.